Her birinize salam dostlar, hamınıza salam dostlar. Necəsiz? Bugünləri o ayırdığım lider və xoruzlar və beçələri sürüyə qarışdırdım çünki içəridə qalıb neynizm onları qoyub bayırda gəzsinlər, ot yesinlər, günəşə çıxsınlar, torpaq yesin, daş yesin. Liderliklər dəyişdi heyvanlar arasında. Bu hinduşkan birisi o ballı sürüyürdü. Bayaqları güclə aldım əlindən balını. Yuyub sərdi elə bir. Yuyub sərdi, güclə aldım əlindən. Yazdıq. Hara qaçıb girdi, heç tapamıram. Harada gizləndisə qaçıb. O dərəcədə döyüb bunlar elədi. Sonra Türkan xoruzu heç kimi vecnə almır, özü üçün yaşayır, takılır. Toyuqlar da bir dəqiqə yumurtadan kəsir, heç bir xoruza getmir. Bu da qalıb yana-yana. Bayaqdan da bütün toyuqları özünə aşıq eləməyə çalışır, amma ki, heç bir buna nə deyirlər, razılıq vermir. Saçları tökülüb. Ona hə deyən kimdir? Amma ki, beçələr arasında dava olmadı. Yəni necə dava olmalıdır? Beçələrlə xoruzlar dalaşmadı. Çünki ayırdığım bir həftə heç olmayıb bəlkə də. Xoruzları tez ayırmışdım. Ördək neydi? Liderləri çoxdan açmışdım. Liderləri sayını da bilmirəm dəqiq olaraq. Sonuncu dəfə yox, bilmirəm dəqiq. İç yerdə ora salmışdım. Yenidən bıraxdım ki, qoy gəlsinlər. İçəridə saxlamaq da ki, haraya qədər də olmur o da. İndi bilmirəm də neçənə qalıb, neçənə qalmayıbsa. Onu bilirəm ki, 5-dən çoxdur. Onu bilirəm dənə, başqa bilmirəm. Sayını bilmirəm. Sayardım, gərək bayra çıxartımda. Heç yadımda olmadı. Bu eşib töküblər bütün buraları. Liderlər hərəsi bir tərəfdə özünə eşinməyi yer belirləyib, orada eşinirlər. Toyuqların eşələnməsi çox vacibdir, çünki insanlar özlərini suyla təmizləyir, çimir yəni. Toyuqlar da həmçinin elədir. Torpaqla özlərini yuyub təmizləyir. Ördəklərdir, məsələn, qazlardır, girir hovuzda və yaxud su olan bir yerdə çimib özünü təmizləyir. Amma ki, toyuqlar da, hinduşkalar da su heyvanları olmayan, suyu sevməyən heyvanlar, yəni məcbur olub torpaqda çimirlər də. Yəni torpaq deyirləri, torpaq banyosu, türklər deyir. Bax, o budur. Burada bitlərini tökürlər. Sonra stres atırlar. Həmçinin toyuqlar eşələndikcə, daha doğrusu enerjiləri artır. Eşələnib torpağın içində olan qurtlardır, daşlardır, yeyirlər. Xoruzları mən salmışdım, həm çıxıb gedirlər başqa yerə, küçəyə. Yenə bayra bıraxmaqla yenidən çıxdılar bayra. Balans cəhənnəmə getdi, onu tapa bilmədim. Hansı bir kola girib gizlənib. Bax, bu dişi də erkək də. Erkək o da vec vermədi, çünki erkək özünü güclə gəzdirir. Bir də onun da düşməyə halı yox idi. Dişi şeylər olur, belə karteclər kimi. Bir qəşəng də dalaşır. Videosunda çəkməyə çatdıramadım. Sürüdən ayrıldısa heyvanlar savunmasız bir heyvana dönüşürlər. Lider tərəfindən dışlanan, döyülən, söyülən bir heyvana çevrilirlər. Buna görə də heyvanlarınızı sürüdən ayırmayın. Çünki mən nəyə ayırmışam deyəcəksiniz, sən niyə ayırtmısan? Mən olsa bunları satıram. Sürüdə döyülsən olacaq, döyülsən olacaq. Olsa bunlar bir vaxta çatanda gedəcəklər. Liderlər, liderlər. Sənin yuvav yoxdur bala. Yenə bunlar xaraba qalmışına gəlirlər. Sən gəlmirsən, siz gəlmirsiniz. Keç cəhənnəm içəri. Keç. Girən deyirlər. Bilmirlər ki, hardan çıxıb bilmirlər. Çıxdı.
Çıxmaq yerini yaxşı bilirlər, girəndə bilmirlər. Hə, bu arada bu günləri gitmişdim, Qubaya getmişdim. Baytara keçdim, sonra yemçiyə keçdim. Yem deyəndə yəni 1 kilo cücələr üçün başlanğıc cücələr idi, hündüşka balaları üçün. Hələ çıxmamış hündüşka balaları üçün başlanğıc yem aldım. Sonra toyuqlar üçün qurd dərmanı aldım. Demişdim, yadımdan çıxıb, yadıma heç düşməmişdi. Sonra bu günləri gedəndə nənəmlə getmişdim. Orada aldım 2 paçka. Paçkasında 10 dənə olur. Onu 3 yerə bölüb toyuqlara, yəni birin 3 yerə bölüb bir hissəsini toyuqlara verilir. Hündüşkalara isə 2 hissəsini verilir. İndi 20 dənədir. Onlar mənə artıqlaması ilə bəs edəcəkdi. Sonra şey aldım, hündüşka balaları üçün. Bir həzm üçün şey verdi, yem neydi, dərman, yemlə qatmağa. Nəsə su verdi, onu heç yadımda olmadı axı. Dedim, hündüşka balaları çıxanda nə verilir? O dərmanları verdi, 2 dənə dərman verdi, bir su verdi. Yəni su dərman verdi, 5 qram idi yəqin ki, 1 litrə 1 qram. Belə sarımtılı rəngdədir, evdə deyə göstər, bilmirəm. Amma 2 nəsə elə bir dərmanlar verib, nə vaxt inşallah sağ-salamat çıxar hündüşka balalarım, onda istifadə eləyərəm. Hündüşkalı çıxartan kimi istəyirəm ayırtım, alım balaları. Bir istəyirəm ayırtım balaları, hündüşkanı da durğuzumda, yəni kürddən. Bir istəyirəm ki, balaları alım altından, hündüşkanı başqa bir şey qoyum altına. Sonra nə qoyacağım altına. Yenə dekabr ayı olsaydı indi toyuq yumurtası qoymaq olardı altına. Amma indi biraz tezdir elə ki toyuqlar üçün. Həmçinin də gecdir. Xoruzlarımdan o qırmızı var ya, bu döyən xoruz. Beçədə yəni. O səhər o saman var idi, bir balası, o qara balası. Bir balası var ya, qara cücə. Ay, danışıq getdi. Qara cücəyə baxan bir toyuq var, sarı rəngdə. Onunla cütləşməyə çalışdı. Təbii ki, ilk dəfə idi, bacarmadı heç nə. Yəni, başından tutub yerdəydi özü. Toyuğun başından tutmuşdu, özü yerdəydi. Nəsə axı, ilk dənəməsi idi, bu da olan şeydir. Normaldır. İndi özü toyuqlara rütbəli var da, yəni rütbə aldıqca daha yaxşı işin görəcəkdir. Baba, Türkənə bax. Gəl çıx. Yazıq heyvan içərdə partlayıb, sıxılıb qalıb. Bayaqdandır. Bir bu qara toyuqdur, bir də ki o çilli toyuqdur. O yana qovur, bu yana qovur. Amma əldə heç nə yoxdur. Əgər bu toyuq... Mən nə danışıram? Bu ballı harada deyək? Əgər bu toyuq nə idi? Heç cümləmi də fikirləşmirəm. Nəsə ağzımdan nə çıxdı danışıram. Bu arada dostlar, reklam kimi olsun. Özümə reklam eləmiş olum. Bir dəfə ballı üçün baxım. İkinci kanalım var idi, mənim yedək kanalım. Onun adındır, profilini dəyişdim şəklini, yəni. Orada tam başqa bir videoları çəkəcəm. Yəni, bu kanalda çəkmişəm. Ora əsasən vlogdur, öz videolarımızdır, qardaşımla. O, elə videoları, elə tərzdə videolar çəkib paylaşacağım, dostlar. İndi söz vermirəm, çünki çatdırmıram, o qədər vaxtım yoxdur sizlərə video çəkim, dostlar. Bu videoları güclə çəkirəm də, yəni dünən də heç vaxtım olmadı ki, video çəkim. Bugünə vaxtım oldu. Ballı da tapdım. İndi çəkəmirəm, anam oradadır. Ballıdır, ballının balasıdır, bir də ki, ayağı tutulan xoruz. Nə deydim mən? Bir gün buna istəyirəm çəkim. Mən belə niyə danışıram, o qeybətçilər vadar olur, belə avını tutmağa çalışır. Bir gün o kanala çəkməyəcəm, inşallah, bir gün də bu kanala.
Yəni hər gün bir kanala video çəkməyə çalışacağam. Bir istəyirəm ki, bugün bu kanalda video paylaşırım. Həmçinin bugün də o kanalda, diğer kanalda. Nədir onun adı? Yadımdan çıxdı. Canlı açacağım. Bir də istəyirəm ki, bugün bu kanala girim. Sadəcə bu kanala. Sabahçı gün sadəcə diğer kanalda olum. Heç bu kanala nə yorumlara, nə canlısına, nə də videosuna baxım deyirəm. Qərarsız qalmışam. Bu videonu çəkim baxım. Yusuf da yoxdur. Deyəcəkdim çatdırsam diğer kanal üçün video çəkim. Yox, qalsın sabah o. Sabah 5-ci gündür. Sabah tədbir olacaq. 9 noyabr bayraq günü ilə əlaqədar. Ay, mən nə danışıram? Toyuqdan danışıram. Bayraq gününə necə gəlib çıxdım mən? Neysə. Bu video nəsə qarışıq bir video oldu. Heç özüm də başa düşmədim. Hansı bir şeydən danışıram, heç özüm də bilmirəm. Bir ondan danışıram, ayağından tutub o birisini də soxuram söhbətin içinə. Neysə, ördəklərdən danışım. Ördəklərdən istəyirəm bir erkeği azaltım, pekinlərdən təbii ki, bunları əl vura bilmərəm. Heç onları da əl vura bilmərəm, amma ki, çoxdur da erkeği neyinirəm. Boş-boşuna qalıb dən yeyir. Ləhcə dəyişməyim. Daha doğrusu, dilimi dəyişməyim. Sabah diğer kanala video çəkəcəm. Amma mənə də tam uyğundur. Sabah o bir gün şeydir. Həm toyuqları qurtarmanı verəcəm. 5-ci günün, yox, bazar gün 6-cı günün, şənbə gününün səhəri video çəkəcəm sizlərə bu kanal üçün. Tam da planlarıma uyğun düşəcək, inşallah. Uyğun olacaq. Sağ olun, salamat qalın. Gələn videolarda və canlılarda görüşmək ümidlə. Görüşərik. Ay, bir daha bir şey deyim. Bu arada Ramal Duşturovu tanıyırsınız da. Bir çoxunuz tanıyırsınız. Abunəçilərimə deyirəm. Ramal Duşturovla mən çox yaxınam. Nə əlaqəsə artıq. Ondan söhbətlərimiz olur. Gün ərzində danışırıq. Danışdıq ondan. O YouTube'a geri dönmək istəyir. Halbuki abunəsi biraz azdır deyir. Təbii ki, çox pis, yəni pis deyil abunəsi, amma ki, öz qərarıdır. Deyir, abunəm azdır. Abunəm biraz çoxalsaydı videolara başlayayım. Təbii ki, başladı videolara. Amma ki, istəyir biraz da abunəsi çox olsun ki, daha həvəslə videoları davam etsin. Bir video paylaşıbmışdı. İkincisini bilmirəm paylaşıbsa, paylaşmayıb böyük ehtimal. Məlumat verib, niyə videoları silib, niyə YouTube buraxıbsa da bilmirəm, niyə videoları silib falan. O vaxtda məlumat verib özü. Oradan gedib baxa bilərsiniz. Məndən bu qədər dostlar. Gələn videolarda görüşmək ümidlə. Sağ olun, salamat qalın. Hələlik.